Son günlər ölkədə pnevmoniya şikayəti ilə xəstəxanalara və poliklinikalara üst tutanların sayında artım müşahidə edilir. Yenavaz.com xəbər verir ki, mövsüm dəyişikliyi, havaların qəfil soyuması və qripvari infeksiyaların geniş yayılması nəticəsində respirator xəstəliklərin sayı çoxalıb. Xüsusilə pnevmoniya ilə bağlı şikayətlər diqqət çəkir. Bəs pnevmoniya nədir və hansı əlamətlərlə özünü göstərir? Mövzu ilə bağlı həkim pulmonoloq Əsəd Beydullayev Yenavaz.com açıqlamasında bildirib ki, pnevmoniya ciddi və vaxtında müalicə tələb edən xəstəliklərdən biridir. Stat: Pnevmoniya ağciyərlərin iltihabı xəstəliyidir və bu iltihab infeksion mənşəli olub, viruslar, bakteriyalar və ya hər ikisinin təsiri nəticəsində yarana bilər. Xəstəliyin kliniki gedişi onun törədicisinə uyğun olaraq formalaşır. Pnevmoniya dədə-babadan el arasında sətəlcəm kimi tanınır və ciddi şəkildə ölümə səbəb ola bilən xəstəliklərdən biridir. Antibiotiklərin mövcud olmasına baxmayaraq, pnevmoniya ilə olan ölümlərin sayı yüksəkdir. Statın sonu: Həkim pulmonoloq qeyd edib ki, pnevmoniya müxtəlif klinik əlamətlərlə müşahidə oluna bilər və bu əlamətlərin vaxtında dəyərləndirilməsi xəstəliyin gedişinə birbaşa təsir göstərir. Stat: Pnevmoniyanın əsas əlamətləri yüksək bədən hərarəti, quru və ya bəlğəmli öskürək, ümumi halsızlıq, ağır hallarda nəfəs darlığının yaranması və bəzi hallarda qanlı bəlğəmin müşahidə olunmasıdır. Xəstəlik gedişinə görə tipik və atipik olmaqla iki növ ayrılır. Tipik pnevmoniyalar adətən yüksək hərarətlə keçdiyi halda, atipik pnevmoniyalar daha sakit gedişli olur. Temperatur nisbətən aşağı olur, lakin ağciyərlərdə bronxit pnevmoniya mənzərəsi yarada bilər. Statın sonu: Əsəd Beydullayev onda deyib ki, mövsümi qrip infeksiyalarının artması pnevmoniya riskini xeyli yüksəldir və bu səbəbdən vətəndaşlar daha diqqətli olmalıdırlar. Stat: Hazırda ölkəmizdə artan qrip infeksiyaları zamanı pnevmoniya hallarına daha çox rast gəlinir. Çünki qrip keçirən şəxslərdə immun sistemi zəifləyir, halsızlıq yaranır və mövcud virus infeksiyasına bakteriyal infeksiya qoşula bilər. Bəzi hallarda isə virusun özü pnevmoniyanın formalaşmasına səbəb olur. Əgər qızdırma 3 sutkadan artıq davam edərsə, bəlğəmli öskürək, halsızlıq, iştahasızlıq və nəfəs darlığı müşahidə olunarsa, mütləq həkimə müraciət edilməli, rentgen və qan müayinələri aparılmalıdır. Pnevmoniya vaxtında və erkən diaqnoz qoyulduqda böyük əksər hallarda uğurla müalicə olunur. Lakin diaqnoz gecikdirildikdə, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə və 5 yaşdan kiçik uşaqlarda xəstəlik daha ağır keçə və ölümcül nəticələrə səbəb ola bilər. Statın sonu.